Əgər 3 doz HPV peyvəndi edilibsə, uşaqlıq boynu kanseri skrininqləri davam etdirilməlidir, yoxsa dayandırılmalıdır? Bugün bu mövzuda danışırıq. Dəyərli qadınlar, 3 doz HPV əleyhinə, yəni insan papilloma virusu əleyhinə peyvənd etdirməniz əladır. Lakin buna baxmayaraq, yenə də uşaqlıq boynu xərçəngi skrininqlərinizi, yəni profilaktik skrininqlərinizi davam etdirməlisiniz. Əlbəttə ki, bu peyvənd sizi uşaqlıq boynu xərçəngi, vaginal xərçəng, həmçinin genital ziyillər, genital xərçəngdən 90-95%-ə yaxın effektivliklə qoruyur və bugün bu peyvəndin sayəsində bu tip xərçənglərin rast gəlmə tezliyi də xeyli aşağı salınıb. Lakin bugün mövcud olan Gardasil 9 peyvəndi HPV virusunun bütün tiplərindən qorumur və bu barədə Amerikanın aparıcı mamalıq ginekologiya təşkilatlarından biri olan ECOG-un da tövsiyələri var ki, peyvənd edilməsinə baxmayaraq, yəni edilib edilməməsindən asılı olmayaraq 21-30 yaş qrupu aralığındakı qadınlar 3 ildən bir pap smear testləri versinlər, 30-65 yaş aralığındakı qadınlar isə hər 5 ildən bir pap smear testlərini versinlər. Pap smear testlərinin verilmə tezliyi sizin həkiminiz tərəfindən dəyişdirilə bilər. Bu asılıdır əvvəlki pap smear nəticələrinizdən, HPV pozitiv olub olmamanızdan və s. Yəni həkim bunu ildə bir dəfə də təyin edə bilər, 2 ildə bir də sizə gəl deyə bilər və daha uzun aralıqlarla da təyin edə bilər. Hansı sıxlıqda nəzarətdə olmalısınız? Hansı tezliklə pap smear analizlərinizi verməlisiniz, HPV skrininqlərinizi etməlisiniz? Bu barədə tam dolğun məsləhət almaq üçün öz həkiminizə yaxınlaşın və mütləq şəkildə cinsel həyata başlayan qadınlar HPV virusuna yoluxmadan öncə 3 doza Gardasil 9 peyvəndinizi etdirin.